İstəyirəm sizlərə bu iki məhsul haqqında danışım. Yəni bunların keyfiyyəti və yaxud başqa bir funksiyalar haqqında danışmayacağım. Sadəcə çox geri dönüş aldığım üçün bu məhsulların istifadəsi, bax əsas birinci bundan başlayacağım. Gördüyünüz kimi tonal kremdir. Artıq bundan gəlmir, amma mən çoxdan aldığım üçün mənim əlimdə var. Baxın xanımlar, görürsünüz? Şlanqı yoxdur bunun içində. Bu vakuumlu tonalni kremdir. Yəni bunun üstündən basanda onun içindəki maye çıxır. Və bizə bu şlanq lazım deyil. Gördüyünüz kimi bax heç qabının kənarlarında qalmır. O qədər gözəl, rahat şəkildə, çünki vakuumludur. Vakuumlu olduğu üçün rahat biz bunu istifadə edə bilirik. Və gəlirəm növbəti məhsulumuza. Bu yeni məhsuldur. Və bunu da sizlərə göstərmək istəyirəm. Bu da həmin o məhsul kimidir, vakuumludur. Bax gördüyünüz kimi şlanqı yoxdur. Sadəcə bu məhsulun tərkibi biraz qatıdır. Qatı olduğu üçün ilk dəfə alanda bunu bir neçə dəfə basmaq lazımdır ki, o vakuum işə düşsün. Sonra rahat şəkildə baxın çıxır. Bir neçə dəfə basıb onu işə saldıqdan sonra rahat şəkildə çıxacaq. Və vakuumun özəlliyi odur ki, qabda məhsul qalmır. Yəni artıq biz qablaşdırmanın kənarlarında israf etmiş olmuruq. Rahat şəkildə bu məhsulu istifadə edə bilirik. Yəni bu belə gəlir. Bunun içini niyə açıb baxırsınız? Bunu yəni bırak deyil. Bu belə istehsal olunur və vakuumlu olduğu üçün də məhsuldan belə götürürük. Yəni bir daha istədim bunu çəkim, çünki çox geri dönüşlər alıram. Sonra